dostlar, balıqçı dostlar, bizim kanala baxan hər bir şəxsi buradan salamlayırıq. İndi inşallah yenə də Bakı ətrafı göllərdir bizim məqsədimiz. Saat 6'da çıxmaq fikrimiz var idi. Saat arası 8'e qalır. Daha bir saat, 2 saat başda gecikdik. Dünən axşam biraz gec yatdıq deyə işləri zadı bugün qoşana qədər spinnikləri zadı biraz səhər durmaq ehtimalımız azaldı. Yəni biraz çətinlik oldu. Yəni bir saat, 2 saat gecikdik. Yəni də şükür Allah'a durmuşuq. Gedirik Bakının göllərinə. İnşallah nə balıq olacağına, çəkiliş olacaq, onları da yaxın zamanda hamımız görəcəyik. Biraz tez çıxdığımıza görə şəhər boşdur. Bəzi yolda. Başqa vaxt burada çoxlu başlı olur. Hələ ki yollar boşdur, sakitçilikdir. Səhər-səhər biraz şəhər sakitçilik olur, boşluq olur. Yaxşıdır. Lotkamızı da yığmışıq. Həmişə kimi. Leşimizi, müşümüzü yığdıq, inşallah gedirik. Balığa da. Axır ki uzun yoldan sonra gəldik, çatdıq Bibi Heybət Beçidi Yalla tərəf. Bibi Heybət Beçidi, bu da şəhər. Biz qabağa gedib göstərəcəm, dənizi görürsən. Bibi Heybət Beçidi Yalla gəldik, çatdıq uzun bir yoldan sonra. Burada bir yer var. Bak görsün başlıları. Bak bu silah bunu çəkib göstərib. Bak bu sağda yava başlılar var ha. Bunlar balıqçıların başlılarıdır. Bunlar hamısı balıqçıların başlılarıdır. Bir heybət Beçidili biraz keçən kimi Şixova tərəf. Şixova tərəf keçəndə burada aşağıda dəniz var ha. Oradan indi balıqçılar gəlirlər. Daha belə göstərir orada. Bak dəniz var. Bir heybət Beçidində biraz qabağa keçəndə orada aşağıda dənizdə uşaqlar, məsələn balıqçılar var da, orada gəlirlər, ən çox kifal tuturlar, kifal yaxşı gəlir. Sonra biraz dərin tərəflərdə kütür zat da gəlir. İstədim onları çəkib göstərim ki, yəni Bakıda ən çox 2 yerə dənizə balığa gedirlər. Həm şəhərə yaxın olduğuna görə, həm də ki balığın qırağa çox yaxın olduğuna görə bir Qum adasına gedirlər. O Hövsal tərəfdədir Qum adası. Dəniz balığına görə ora gedirlər. Bir də baba burada bayaq göstərdiyim yerdə də Bibi Heybət Beçidili Şixov çimərliyinə tərəf gedəndə elə bir pavarotu dönəndə o başlılar kimi yanmışdı. Bax, həmin yerə çox adamlar gəlir balığa. Əgər Bakıya balığa gələsi olsaq, yəni əsas bir 2 yer birinci məsləhətdir. Ondan sonra gəlib başqa yerlər də var. Artyom kimi məsəl üçün gözəl yerlər var balıq üçün. Oralar biraz şəhərdən uzaqdır, yəni əlavə rasxodlara getməyə qayıdmaq. Ondan sonra Türkan var, Mərdəkan var. Əsas bu 2 yer, yəni Bakıya balığa gəlsəz, əsas bu 2 yerə birinci gəlib dəymək lazımdır. Lotkamızı zaten da düzəltdik, beşləri zadı yığdıq, hazırladıq. Yolumuz uzaq idi, biraz gec oldu. Yenə gəldik, çatdıq, şükür Allah. Gəldik, çatdıq, lotkamızı da düzəltdik, hər şeyi hazır elədik. Ya Allah deyib, işə başlayırıq. İnşallah yaxşı uğurlu olmuş olar. Onlardan çəkib
qoyarıq YouTube'a. Yaxşı dostlar, ovçu qardaşlar, balıqçı qardaşlar, hər kəs baxar. Bizim ovlardan həzz alar. Yaxşı havadır, günlü havadır, qəşəng havadır. Çox külək yoxdur. Maşınımız da qaldı arxada. Maşını da saxladıq orada. Lotkuya minmişik, yavaş-yavaş gedirik qamışlıq tərəfə. Qabaqda ördəklər də var. Suyun içində ördək də var, ördək balaları. Göstərəlim. Yalan qəşəng bir ördəkdir. Qusur. Getdi. Burada bax doluydu, bayaq buralar dolu ördək idi. Sonra getdi üstü, qəşəng ördək var idi, orada qara. Orada da var, qaşqaldaqlar var. Səslər gəlir. Reyə gedirlər orada, burada da səslər gəlir. Ya Allah, indi burada bir yer tapaq özümüzə. Bir yer tapaq, yanaq. Bunları düzəldirik. 2 dənəsi atmışam. Farklı. Biri hələ vurur, vurur. Heç bunu düzəldib qutar balışaq, hələ vuruşu balıq qutarı. Bir ikinciyi salmışam, ikinci də vurur. Əvvəli başda vurur, ikinci. O da vururdu, hələ sakitçilik azı bu vurur hələ. Bunları da düzəldir. Ya Allah'ın adı. Hər bir işə başlayanda Allah'ın adından başlamaq lazımdır. Həmd olsun Allah'a. Bütün işlərimizdə hər bir işin başında Allah'ın adı çəkilməlidir. Şükür olsun Allah'a. Bunu da taxıraq. Burada belə qoyduq. Bu neydi daha çıxdı suyun altından? Ben balıq gözlüyordum burada. Suyun altından qəribə bir quş çıxdı, qaçdı. O tərəfdə balıq yox idi. Nəsə yerimizi dəyişdik. Gəldik bura, qayalığa gəldik, çıxdıq. Spinnikləri atdıq. O tərəfdə ördək zat çox idi nəsə. Quş çox idi. Ola bilsin, ona görə oradan balıqlar qaçıblar, uzaqlaşıblar. Ərazini dəyişdik, başqa bir yerə gəldik. İndi sizə bir dənə bir şey göstərmək istəyirəm. Bizə deyirlər ki, hərdən ovçular qəddardır, heyvanları öldürür. Nə bilim, quşları vurur, dovşanı vurur, heyvanları vurur. Mən indi sizə nə demək istəyirəm? Ovçular əslində qəddar deyil. Ovçuların, yəni, ovun müddəti var, vaxtı var. Müəyyən bir aylarda ov eləmək olar. Hansı ki, həmin aylarda heyvanların balaları olmur. Ona görə də, məsəl üçün, ovlar əsasən oktyabr aylarından başlayır, ta ki, yaz girənə qədər. Bu yaz ayına qədər, yəni qış aylarında heç bir heyvan bala qoymur. İndi bəzilərinin çıxmaq şərti ilə istisnalar olduğu halda. İndi nəyə demək istəyirəm, sözüm nəyə gətirirəm? Gəlmişik, ərazini dəyişdik və burada biz balıq tuturuq və burada quş balıqları var. İstəyirəm sizə göstərim ki, bax, yuva var burada, bir yumurtadır və belə cücələr var. Bu qağayı balalardır. Bunların demək, bunlar köçəri qağaylardır. Bunları, yəni, əti yiyilən qağaylardandır. Çox adam bilmir, başı çıxmır.
bu qağayların pötənəsi olan, toyuqlar kimi pötənəsi olan quşlardandır. Yəni ona görə məsəl üçün bu sezon yay sezonudur, bunların balası var. Ona görə bu quşları, heyvanları ovlamaq olmaz. Çox adam bilmir, deyir ki, gedirlər, ov edirlər, heyvanları öldürürlər, nə bilim, nə edirlər. Əslində ovun da vaxtı, sezonu olduğu kimi balığın da hər şeyin vaxtı, sezonu var. Yəni hər şeyi istədiyin vaxt, məsəl üçün gedib heyvan vuranmazsan, quş vuranmazsan. Çünki belə balaları olur. Ördəyin də, qazın da və başqa heyvanların balası olur. Ona görə yay aylarında ov eləmək qəti qadağandır. Ancaq balıq eləmək, ov eləmək olar. O da ki, yəni yazı çıxmaq şərtlə. Balığın da kürləyən vaxtları olur. Mart, aprel, may aylarına yaxın onlar da kürü qoyurlar. Ona görə balıqlar da yəni müəyyən bir vaxtla ovlamaq olar. Hələ ki yerimizi dəyişdik. İndi burada gəlib oturuq, görək burada nə var. Bu da balaca quşların balaları. Xıt ki bir dənəsini tutduq. Balaca balıqdır. Bu balacasıdır. Bunu bırakmaq lazımdır. O düşdü əlimdən suya. Bunu çıxardım. Ataq geçsin. Evet balacasıdır. Balığın içine bakıyorum, onu da çıxardaq. Onu kəlbətin lazımdır. Kəlbətimiz onu tamam, tələşmə çıxardacaq, bir dəqiqə gözlə. Bu balacadır. Muhataq o tərəfə gəlib bir də keçməsin bizim. Bismillah. Yaxşı şeydir bax. Lazım olanda lap boğazının içinə girəndə qarmaqlab içərdən çıxartmaq olur. Bu imkan verər. Burada balıq qalsı var. Sifətə var. Suyun altdan oradan girir, buradan çıxır. Buradan girir, oradan çıxır. Bu paplavokımız vurur. Bu vursana. Burada da balık var deyəsən. Dolaşdı bu içine. Gel buraya, gel. Yani bir şey balık tuttuk. Orada udut bunu. Burada udut bunu. Gel. Çıkardım ağzından. Aha. Böyle el boyda karastı. Vallahi bereket versin bu yaxmasına. Doğru. Bana da papavuk aparır. Ben elimde bu bir şeyini düzeldirəm. Ona kadar o bir şey bir paplavuku tartışdırır ola bura. Ona aparır. Götürüb yeməyə ağzına aparırlar. Ödə biz yoxdular, ha, düşmürlər. Qırağından başından yeyirlər, boşaldırlar. Sonra yeyirlər. Bir ki, bütöv birdən-birə götürüb yemirlər. Axır zamanda balıqlar da bizə ulaşıb. Hadi o bal vurur. Ha, bu da vurur. Ne?
Yəni buradan balıq çıxartdıq. Qəşəydi. Qəşəydi. Haydi gəl bura. Gəl. Şükür Allaha. Buradan balıq tutduq. Səhər tezdən gəlmişik. Gün ortadan keçib üz axşamadır. Üz axşamadır. Hələ təzə balıq başlayıb vurmağa. İnansan gün orta heç nə. Oturduq yalandan boş-boşuna. Səhər tezdən gəlmişəm. Saat 8-dən evdən çıxanam, Allah'ın olsun. Gün ortadan keçib hələ indi mən balıq tutmağa başlayıram. Bir dənə qəşəng balıq tutduq. Hə? Ömər. Bax, balıq tut ata. Görsən? Mən görsən Ömər? Bax. Gördün, yaxşı qaydanam, sağ ol. Bu paklavuk da vurur. Gözən vurur paklavuk. O da vurur, ikisi de vurur. Bu əməlli başlı vurur, getdi. Ancaq yemirlər. Çok kutular var. Ona bak varır. O da vurur. Burada yaxşı balıq var idi keçən illər. O da düşdü. Daha çıxdı. O çıxdı, bu birisi getmişdi. Keçən il burada qəşəng balıq var idi. Tokla gəldilər, axırına çıxdılar. Qışda gəlmişdim bura. Gördüm tokla giriblər. Ondan sonra bazı zəifçili idi. Səhər tezdən gələn adam üzü axşama 2 dənə balıq tutmuşam. Balaca zat tuturam, balacaları bıraxıram. Burası zəifçili idi. Çox zəifçili idi. Dekabrda gəlmişdim. Gördüm tokla giriblər gölə. 2 dənə lotka idi. Girirlər, axırına çıxırlar da. Balığın kökünü kəsirlər. Yaxşı balıq var idi buralarda. Hayda da yaxdı. Vurdu ancaq sakitləşdi. Bu da vurur. O da vurur. Burası təmiz aparan yoxdur. Gərək aparsın ki qaldırasan. Vurmaqlar hamısı boş şey. Bu da vurur. Oynadı var. Əməlli başlı oynadır paklavuku. Buradası var. Yoxdur. Hava bağırdı. Sonra bir de balıq tutduq. Əla. Bir qaşqaldaq səsi gəlir.
Cəbrə. Burada qaşqaldaqların zaten ördəyin əlindən balıq olmaz elə. Balıq paplovkumuz vurur. Vurur ancaq aparma, hə? Ay, sonra balıq var. Ayda çıxdı. Pox olsun sən görən işə. Qaçdı getdi. Hayır, yaxşı balıq idi o. Ancaq bizim qismətimiz deyildi. Ona görə də getdi. Nəsə, eyb yox. Bir dənə də qəşəng balıq tutduq. Kameranın başına taxmamışam. Ona görə yaxşı çəkə bilmədim. Əlimdən çəkdim. Hadi getdi o. Yaxşı da tez çıxartdım. Əl boyda. Əl boyda karaslardı. Şeydi. Şükür Allah. Biz axşama yavaş-yavaş balıq tutmağa başlayırıq uca. Hava qaralıb, səhər tezdən gələn adam uca axşama başlamışıq balıq tutmağa. Yaxşı karaslardı. Əl boyda tuturuq. Keçən il lap qəşəng olurdu burada, yaxşı yekə balıqlar var idi. Bu il nəsə zəifçilikdir. Dekabrda gəlmişdik uşaqlarla, gördük tok verənlər zatlar var, tok verirlər burada, tor atırlar. Bütün yekə balığın hamısının axına çıxırlar. Bunlar da ki, bu ilin balıqları yəqin. Ayda, burada çıxdı. Çıxdı balıq ağzından qaçdı. Bu üçüncü balığımızdır, qaçırdıq. Aha, bir dənə balıq tutduq. Bu balığın da belə, ovun da yaxşı yerdə çıxdılar. Ovun da böyle bir maraqlı bir şeyi var. Valla səhər tezdən gəlsən, axşama kimi heç nə tuta bilmirsən. Hava qaralana yaxın başlayır balıq gəlməyə. Burada gəlir biraz səbirli olasan. Səbirli olasan, gözləyəsən. Bir nəfər dostum var idi, getmişdi onunla balığa. Demək, getdiyi yerə 1-2 saat idi, oturmuşduq. 1-2 saat oturmuşduq. Heç nə yox idi. Çıxdı ki, mən gedirəm evə. Dedi ki, mən gedirəm evə. Çıxdı, qaçdı, getdi evə. Gələ orada səbirli olsan, axıra qədər gözləyəsən. Demək, obrisi çəkilişləri də var. Getmişdik kürə. Ta üst tərəfdə kürə düşdük. Ceyran çöl deyilən yerə. İnanırsan, səhər tezdən gedən adam, bərəkədan da olsun, axşam saat hava qaralanbaylı bu vaxtlar idi. 2 balıq tutmuşduq. Nə tutduqsa da ondan elə bir axşam saat 12-yə qədər, 11-ə qədər tutduq. Düz bir emuşya qab doldurduq balıqla ağzına kimi. Yəni günorta 2 balıq tutmuşduq. Yəni dözdük, səbr elədik, axşam gözlədik, axşama kimi durduq və axşam yaxşı balıq tutduq. Gəlir ona görə ovda səbirli olmaq lazımdır. Bir dənə də balıq tutduq. Qəşəng, qəşəng, əla. Bir dənə də bobla. Bobla çoxdur burada. Bobla çoxdur. İnşallah bununla da balığımızı yekunlaşdıraq. Beşimizi, büşümüzü yığaq. Balıq qalsın, biraz da çıxartaraq. İnşallah da ovumuzu yekunlaşdıraq. İndi nə tutduq, Allah bərəkət versin. Biz yəni başqaları kimi balığın axırına çıxmırıq da, kökünü kəsmirik. 5-10 nə oldu, bəs edirik. Şükür Allah deyil. Burada torbamızı da çıxardım, göstərək. Burada bizim balıqlar. Əsas pişirməyiliyi var, babatdır, yəni yaxşıdır, şükür Allah. Bugünkü balıq ovumuz da bu qədər.
biraz zəifçilik oldu, düzdür. O torla tutanlar, ondan sonra tokla tutanlar bu balığın axırına çıxıb da. Keçən il mən bura gələndə babat idi, yaxşı idi. Bu il biraz zəifçilikdir. İnşallah gələn həftə də istəyirəm başqa bir gölə gedim. O da Bakının ətrafı göldür. Yəni mənə deyiblər, yaxşı dostlar tapşırıb ki, yəni ora icazə ilə olan yerdir. Yəni sənin üçün biz orada şərait yaradacağıq. İnşallah gedib oradan da çəkilişlər eləyəcəm, gözəl çəkilişlər, videolar çəkib qoyarıq. Qəşəng o videoları, balıq videoları çəkib qoyarıq. Hələlik bu videomuz da bu qədər, balığımız da bura qədər. İnşallah gələn videolarda görüşmək ümidi ilə. Daha hava qaraldı, axşam oldu. Yavaş-yavaş göldən çıxırıq qırağa. İşıqlar da yanır. Buraların ışıqları yanır. Gün batır. Gün yoxdur. Biraz işimiz uzundur, yolumuz uzaqdır. İnşallah biz də yavaş-yavaş çıxırıq sahilə tərəf. Hazırlıq o dağın yanında balıq tuturduq. Dağ kimi yerin yanında qamışdıq da. Şəhərində də çıxırıq çölə. Bura çox dərin yerdir. Yəni bu gölün ortasıdır bura. Bura biraz dərin olan yerdir. Ancaq oralar biraz biz balıq tutduğumuz yerin hardasa 2 metr zat dərinliyi olardı orada. Yəni yoxladım özüm. 2 metr, 3 metr dərinliyi var. Ancaq buralar çox olar. Buranın dərinliyi lafı. Işıq maşınımız da deyil, ışıqların yanındadır. Bugünkü videomuz da bu qədər. Bütün balıqçı, ovçu dostlarımıza da buradan salamlar. Hamısının da balıq ovları uğurlu olsun.